Bu boyda İskəndəri ancaq və ancaq mən tək başıma yeyib bitirə bilərəm. Əksini iddia edən varsa duelə dəvət eləmək olar. Nə deyirsən? Əcəmiyə kebab yeməyə gəlmişik. Hara? Bursa Kebab Evinin təzə filialına getdik. Bu İskəndərin baxın altına əti nə qəşəngdir və çörəyi yumuşaqdır, quru deyil, tam yeyilməlikdir. Bəh, bəh, bəh. Dadı necədir? Mükəmməl. Bəyəndi yatağında kasab köftə. Yatağı ayrı bir temadır, köftəsi də ayrı. Belə bir içini də göstərim. Nə qəşəng qalın köftədir bu belə. Yatağı ilə bir yerdə nuş eləmək lazımdır. Bəh, bəh, bəh. Bu limonad mənə Türkiyədə içdiyim limonadları birə-bir xatırlatdı da. Heç belə dadlı olacağını gözləmirdim. Bursa Kebab Evinə gəlsəniz, mütləq bu limonaddan sifariş verin. Bu kebabın adı isə Köz Badımcanlı möhtəşəm Bursa kebabı da həqiqətən də göründüyü kimi möhtəşəmdir. Yoxlayaq. Köftəsi ayrı ləzzətlidir, dönər ayrı. Toyuğu. Hər vaxtınız xeyir olsun. Bursa Kebab Evində çox qəşəng kombo menyular var. Bu 59 manata 4 nəfərlikdir, 3 nəfərliyi də var və bir dənə də 24 manata 2 nəfərlik də var. Bursa Kebab Evinin Əcəmidə yeni filialı açılıbdır. Deməli, burada selflə üzbəüz yerləşir. Baku Electronics də var qarşısında. Çox yaxşı bir yerdədir. Olar, hə. De.